Dünya Bankı 2025-ci ildə Azərbaycan iqtisadiyyatında 2,6%, 2026-cı ildə isə 2,4% artımın gözlənildiyini proqnozlaşdırıb. Həmçinin 2027-ci ilin proqnozları irəli sürülərək artımın 2,3% olacağı qeyd edilib. Qeyri-neft sektoru son illərdə Azərbaycanda ümumdaxili məhsulun artımında müəyyən paya sahibdir. Tendensiyanın növbəti illərdə də qorunması gözlənilirmi? Ümumiyyətlə artım iqtisadiyyatın hansı sahələri hesabına olacaq? Nəzərə alsaq ki, 2025-ci ilin geridə qalan aylarında da qeyri-neft sektorundakı artım hesabına ÜDM-dəki artım tempinin qorunub saxlanması mümkün olub və praktik olaraq son 4 ayda qeyri-neft sektorunda 3,3% artım qeydə alınsa da neft sektorunda azalma qeydə alınıb. Bu da birbaşa həm neftin dünya bazar qiymətinin nisbətən aşağı olması və neft hasilatındakı gözlənilən azalmalarla bağlıdır. O baxımdan 2025 və 2026 verəcədə növbəti illərdə ÜDM-dəki artım birbaşa qeyri-neft sektorundakı artım hesabına mümkün olacaq. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,8% azalıb, qeyri-neft qaz sektorunda isə 2,5% artıb. Artımı konkret sahələr üzrə də qeyd etmək olar. Yüksəlişin çox hissəsi xidmət və sənaye sektorunun payına düşür. Elə burada rəsmi statistikaya nəzər salmaq kifayətdir. 2025-ci ilin yanvar-mart aylarında ölkədə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3% çox ümumi daxili məhsul istehsal olunub. Son illərdə Azərbaycan iqtisadiyyatındakı artımın daha bir faktoru isə işğaldan azad olunan ərazilərdə həyata keçirilən işlərdir. Son illər sənaye parklarının sayının artması, sənaye sektoruna daha çox investisiyanın qoyulması, sənaye məhsullarının istehsalının artmasına gətirib çıxarıb. Bu da nəticə etibarı ilə sənayenin qeyri-neft sektorunda və bütövlükdə ÜDM-dəki payının artmasına səbəb olur. Eyni zamanda işğaldan azad olmuş ərazilərimizdə aparılan bərpa yenidən qurma işləri, həmin ərazilərimizin iqtisadiyyatın formalaşması qeyri-neft sektorundakı inkişafa birbaşa təsir göstərir. Bunlarla yanaşı qeyd edilməlidir ki, Dünya Bankının təqdim etdiyi proqnoz hələlik sadəcə ehtimaldır. Mənbədən, bankdan, hesablamadan asılı olaraq rəqəmlər və proqnozlar dəyişə bilər. Dünya Bankının yenilədiyi proqnoz 2,6-2,4% olmaqla 2025 və 2026-cı illəri əhatə edir ki, bu da Azərbaycan hökumətinin verdiyi proqnozlardan təxminən 0,5-0,8% faiz bəndi daha aşağı bir göstəricidir. Amma digər maliyyə təsisatları, Beynəlxalq Valyuta Fondudur, eyni zamanda digər reyting agentlikləri isə Dünya Bankından bir qədər yuxarı proqnozlar verir. Mən də hesab edirəm ki, Dünya Bankının açıqlanan bu proqnoz göstəricisi hesab edirəm ki, qarşıdakı dönəmdə yenilənəcəkdir və yenilənən zaman biz 3%-ə yaxın ÜDM artımını görə biləcəyik. Proqnozun kimin verdiyindən asılı olmayaraq Azərbaycan iqtisadiyyatının sabit artım tempində inkişaf edəcəyi göstərilir. İnvestisiya mühitinin yaxşılaşdırılması və regionların bərpası üzrə aparılan işlər davamlı artım üçün möhkəm zəmin yaradır. Bu tendensiyanın qorunub saxlanılması və daha da gücləndirilməsi isə sözsüz ki, ölkənin iqtisadi dayanıqlığını artıracaq. Rəqsanə Qasımzadə, Sərxan Daşdəmirov, Aysən Ələkbərova, İTV Xəbər.